güzel kızın yanında uyanmışam ben. Ay, apıştık. 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 Can. 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 Aslında güzel kızsan sen. Ay çok yakışıyor. Ay çok güzel. Bir qadının həyatı bəzən bir cümlə ilə dəyişər. Bitdi. Mənim üçün də elə oldu. Bir gün ayıldım, bir gün oyandım ki, əslində böyük bir yalanın içindəyəm və doğru sandığım həyatımda çox yalanlar var imiş. Bitdi dediyim həyatım o gün, həmin gün bitdi dediyim həyatım əslində yeni başlayırmış, xəbərim yox imiş. O həyatımdan çıxdığım, o həyatımı tərk elədiyim gün həyat məni sınağa çəkdi. İki yol qarşısında qoydu. Və mən ya sınmalıydım o yolunda, ya da ki özümü yenidən qurmalıydım. Mən ikinci yolu seçdim. Asan olmadı, çox yorğun gecələrim oldu, çox güclü oyanmağa məcbur qoyduğum özümü sabahlarım oldu. Uşaqlarım var idi, onlara həm ana, həm ata kimi qayğı göstərməliydim. Bir də mən var idim, qadın olaraq mən var idim, mən bir qadın idim. Amma bir şeyi unutmadım, mən tək deyildim, mən haqlıydım və Allah məndən idi, uşaqlarım yanımdaydı. Mən sudan çıxmış balıq kimi çabalaya-çabalaya qaldığım bir vaxtda, qalx dedim qızım, sən yaşamağı öyrənməlisən artıq, sənin həyatın budursa, sən bir yolunu tapmalısan və tapdım da. Çalışdım, öz ayaqlarımın üstündə durdum, öz işlərimi özüm bacardım, bacarmağa cəhd elədim. Elədikcə, həll elədikcə gördüm ki, əslində olmayacaq, bacarmayacağım bir şey deyil. Həm anaydım, uşaqlarımın qayğısına qalmalıydım, həyatın çətinliyi məni uşaqlarımla arama girməməliydi. Həm də öz həyatımı yazan bir qəhrəman idim mən. Çünki hər bir qadın öz həyatının qəhrəmanıdır. Bugün isə həyatımda yeni bir səhifə açmış kimi bir şey oldu mənə. Yeni insanlarla tanış oldum, yeni mühitə düşdüm, yeni hekayələr oxudum, yeni qadınlar gördüm, yeni sanki içimdə qalmış belə yaşama hissini yenidən bugün kəşf eləmiş kimi bir şey oldum, hiss elədim bugün. Bugün tanış olduğum qadınları dinlədikcə, gördükcə baxdım ki, əslində hər kəsin içində bəlkə bildiyi, bəlkə bilmədiyi bir güc var, bir qüvvət var ki, insan istəsə bunu üzə çıxarda bilər. Və mən bir də bir şey gördüm ki, qadın olaraq bir yerə toplaşanda, bir fikri bölüşəndə biz daha güclü oluruq. Mənim keçmişim və mənim keçmişdə yaşadıqlarım, mənim çox gözəl yaşadığım bir ailədən sonraki məğlubiyyətim də deyə bilərəm mən buna, yanılğım da deyə bilərəm. Əslində məni məndən etmədi. Əslində bugün məni güclü birisinə döndərdi. Yəni eləmərəm, bacarmaram, yaşayamaram. Mən evdən çıxanda oğluma dediyim bir söz var idi. Mən işıq yükləməyi bilmirəm. Mən oğlum mənə gülmüşdü o gün ki, hər şey bitdi, işıq yükləməkdənmi qorxusan? Mən onu belə bilmədiyim bir həyatdan çıxmışdım. Amma bugün heç nədən qorxmuram. Bugün heç nədən qorxum yoxdur. Çünki bugün mən artıq bacardığımı görürəm və bir şeyi anlayıram ki, əslində heç nə üçün gec deyil. Yaşın nə olur olsun, yaşadığın nə olur olsun, yaşadığın heç nə üçün gec deyil. Bu videonu izləyən bütün qadınlara buradan deyirəm ki, heç bir dərdiniz, heç bir sıxıntınız, heç bir qorxunuz, heç bir şey sizi azaltmasın. Heç nə üçün gec deyil. Hər bir şeyin həlli var. İstər cüt olaraq, istər tək olaraq hər bir şeyin həlli yolu var. Sadəcə bunu tapmaq lazımdır. Bir vaxt mənim başqası tərəfindən idarə edilən bir həyatım var idi. O həyatın içində planlarım var idi, ümidlərim var idi. Amma həyat bəzən bizim düşündüyümüz kimi getmir, bizim istədiyimiz kimi getmir. Bugünsə hər şey dəyişdi həyatımda. Hər şey, bildiyiniz hər şey dəyişdi. Bitdi dediyim yerdə əslində başlamış oldum mən. Asan olmadı təbii ki, yoruldum, bitdim, çöktüm, ağladım, insanlardan qaçdım, canıma qəsd etməyə belə çalışdım. Psixoloqlarda qaldım, dərmanlarda qaldım. Yəni özümə edə biləcəyim bütün pislikləri etmiş olaraq, amma bugün anladım ki, hər şeyi əslində səhv eləyə gəlib düzü tapmışam. Mən düzü tapmaq məcburiyyətindəydim. Çünki mən sadəcə sevən bir qadın deyildim. Mən bir anaydım. Mənim uşaqlarım mənim gözümün içinə baxırdılar. Mənim uşaqlarım mənim zəifliyimdən zəifləyirdilər. Heç yadımdan çıxmaz gözümü açıb bir əlimi oğlum, bir əlimi qızım tutub da, yəni başımın üstündə məni meyit kimi gördükləri o gün nə qədər utandığımı heç vaxt unutmaram mən.
O gündən sonra bacardım, bəlkə də o gündən sonra özümə söz verib ayağa qalxdığım gün ola bilərdi ki, özüm qazandım, özüm yaşamağa çalışdım, özüm insanlara ağız açmadan nə edə biləcəyimin yollarını axtardım. Birinci oğlumun köməyi, dəstəyi ilə ayağa qalxmağı, irəli getməyi planladım və etdim. Ən gözəli isə uşaqlarımın gözündə güclü bir an olmağı bacardım. Bugün mənim uşaqlarım mənə baxanda yaxşı ki belə, yaxşı ki bu cür, yaxşı ki bu şəkildə deyirlər. Və inanın bunu tək mənim uşaqlarım demir, bunu hər kəs deyir. Bunu hər biri məni tanıyan, mənim ətrafımdakıların, insanların hər biri deyir. Amma həyat sadəcə mübarizə deyil ki, insan çalışmalıdır, qazanmalıdır, ehtiyaclarını qarşılamalıdır. Amma onun yanı sıra da yaşamalıdır. Və mən yaşamağı da bacarmalıydım. Mən yaşamağı da istəyirdim. Çünki mən özüm üçün yaşamağın nə demək olduğunu bilmirdim. Və bugün yeni insanlarla tanış olmaq, yeni insanlarla görüşmək, yeni hekayələr dinləmək, yeni qadınlar tanımaq mənə çox gözəl təkrardan motivasiya oldu. Mənim keçmişim mənə dərs oldu, amma mənim gələcəyimi müəyyən eləyə bilmədi. Bugün artıq qorxmuram, heç nədən qorxmuram. Çünki başıma nə gəlir gəlsin, bilirəm ki, bunun həlli yolu var. Bilirəm ki, bunu aşa biləcəyim bir gücə sahibəm. Hər bir qadın, hər bir insan heç bir şey qarşısında zəif deyil. Heç bir problem qarşısında heç bir qadın zəif deyil. Mən bunu anlamışam artıq. Həyatımdan insanlar nə deyəri çıxardaraq, insanları başqa bir yerə qoyaraq və özüm və ailəmi, uşaqlarımı başqa bir yerə qoyaraq çox gözəl yaşamağı bacarıram. Çox gözəl davam eləməyi bacarıram və bilirəm ki, hər şey bitdi dediyin anda bitmir. Bəlkə də çox eşidibsiz, bunu şablon ola bilər, amma bəlkə də sənin yerinin altı, yerinin üstündən daha yaxşıdır. Mən bugünkü rahatçılığımın, mən bugünkü gözəlliyimin, mən bugünkü azadlığımın hesabını illərlə ödəmişəm. Mən bunun hesabını həyatımla, sağlamlığımla, güc qüvvəmi itirərək ödəmişəm zaten. Bugün artıq mən və uşaqlarımın yeni bir həyatının, yeni bir ömrünün başlanğıc günləridir. Sevdiklərinizə sarılın, həm də bərk-bərk sarılın. Çünki inanın ki, o gücü onlardan ala bilirsiniz. Sağ olun. Hanımların görüştüğünü. Böyle 28 yaşım var ama o kadar travmalı hayatta bölmüşüm ki her şey psikolojik testlerinde kız çıksın. Ama Süleyman olandan sonra benim oğlum 1 yaşda 9 aylıktı. Allah saklasın. Çok sağ olun. Ondan sonra başa düştüm ki Konuyla bu yaxından. Çakmağı xoşlayıram. Demir çakıram. Mən məsələn indi burada qarşımda bu dövrdə çox dəyişmişəm. Nə mənada? Məsələn yox deməyi bacarıram artıq. Özüm haqqında qərar verməyi bacarıram. Amma halbuki əvvəllər buna ixtiyarım yox idi. Özüm haqqında qərar vermək. Özüm haqqında 2 doğru bir yalan deyim. Müəllimə yalan. Oturun danışalım. Adım Səlmədir, ailəliyəm, siyasətlə mühasib. İki evladım var. Bir onu alabilirim, bir Rus'tayken ben Rus'un sahip. Çok Çok güzel. güzel.
üçün ailəliyəm, blogerəm, bir də maşın sürməyi sevirəm. Ama blogger değil, maşın sürmeyi de yapıyor. Blogger değilsiniz, bilirəm. Mən blogger değilsiniz. Ailəlisən, maşın sürməyi bacarırsan, amma bloger deyilsən. Blogger değilsin. Mən blogger Hə, bloger deyilsən. Məncə bloger deyilsən. Doğru oldu ki, blogerəm həqiqətən də. Bir də maşın sürməyi çox sevirəm. Qismət olsa inşallah yaşıma gəlməyəcəm. İnşallah mən də istəyirəm. Ailəli deyiləm. Mən valideyn Bakıda yaşayıram. Ben Bakı'ya gelen ki mama ile görüşürüz. Nə vaxt istəsəniz. Zarafat çəkə Mamam deyirəm da ha. 62 yaşı var. Yoxsa mənim qardaşımdan dayı kimi. Orada da sohbet zəhmət olmasa olar. Hansısa Azərbaycan şairi yazar olmaz. Şeir kitabları xoşlamıram mən də. Şeirlə aram yoxdur, amma hiçbir şeyini oxumuram yani yalan Nə, deyəməm. dərman da yazmadı mənə. Deyir ki, bundan bu dərmanası meyvə tərəvəzi, ət verir. Ancaq elə bir. İkinci stansiya yaxınlaşsan, biz danışırsınız, hamı suallara cavab verir. Yox. bizləndir. Mən ona yaxşı, hamı da yaxınına gedirəm. Enerji yok. Enerji verir. Sən daha çox çay onda. Mən də kofe. Mən də çay deyim də. Çünki son vaxtlar düzü kofe içməyə çox başlamışam, amma yenə də çay. Dəlilin eləyərəm əslində. Fikirəm ama çay üstünlük verirəm. Hani planlı həyatımı yoxsa spontan həyatı seçirsən? Əlbəttə ki planlı həyat. Mən də planlı Çünki seçirəm. planlı həyatı yaşamasan, nəyəsə nail ola bilməzsən. Planlı həyat- Mütləq həyat. Planlı həyat, hə, məncə də. Planlı yaşayanda daha səliqəli yaşayırsan və nə edəcəyini daha yaxşı bilirsən. əksəriyyət yaşayır. Hətta cavabların belə hazır olur sənin üçün. Gedəcəyin yerə uyğun özünə hazırlayırsan. Allah'ın ümşətdə olmaqdır. İnsanlarla olmaq üçün bura gəlmişik. Yox, mən onu məsələn deyirəm, arada tənhalıqda yaxşı. Arada. Meditasiya. Heç kimə demədiyiniz qəribə belə vərdişiniz varmı? Varsa nədir? Öz-özünə danışmaq. Məndə də var. Yol Danışıram. gedə-gedə. Öz-özünə Və heç də. fərqində deyirəm ki, danışdım da. Bəzən maska grip falan güya olmuşam. Maskanı taxıram ki, məni dəli kimi hesab eləməsinlər. Ola bilər zikr də elədiyim olur, amma ən çox danışma. İnsanın ən yaxşı dostu elə özünlə müzakirə etməyi sevirəm. Yəni başqası dəli deyərdi, onu heç kimə demir. Mən demərəm. Desənə təkin. Ayağı büdürəsə də, ailəsində problemlər olsa da, içkilər yaşasa da, yenidən ayağa davam etməyi bacarır. Bəncə ətrafındakı xanımların yaşadıqlarına əsasən örnək verirəm ki, hər şeyə rəğmən, tüm çəkilən acılara rəğmən ayağa qalxıb davam etməyi bacarır. Güclü qadın. Mənim üçün nə idi sual? Sizin üçün güclü qadın. Mənim üçün güclü qadın əslində istədiklərini eləyən yox da, istəmədiklərini eləməyən qadınlardır. Hansı ki bir şeyə məcbur qoyulur. İstəməsə də onu mamam istəyir, yoldaşım istəyir. Bunu eləməyən qadınlar mənim üçün güclü qadınlardır. Mən belə deyim də, güclü qadın, mən deyərdim ki, mən özüməm. Niyə özüməm? Yoldaşım mənə xəyanət elədi də, başqa bir qadınla da. Neçə illik ailəmizi, hə, mən ona rəğmən, yəni sevib ailə qurmuşdum. Yəni, belə 1 ilin, 2 ilin ailəsi döyüldü də, 17 ilin ailəsi dağıldı, 17 ildən sonra xəyanət gördüm, yəni ayrıldıq. Və yəni, o çox çətinliklərdən sonra mən ayaqda qala bildim və gülə bilirəm. Cəmiyyət içində... Çox üzr istəyirəm, nə qədər sağaldınız?
sağalmayıbdı. Deyir, Sağalırmı? sağalmır hələlik. Deyir, sən hekayəni gözün Ağlamadan. dolmadan anlata biləcəksənsə, onda sağalmış olacaqsan. Neçə Mən hələ ildir? Sağalmamışam, 5 ildir. Bu bəzən çətinliklər olanda kömək edəcəm. Həm Azərbaycan dilində, həm türk dilindədir. Bu qədər. Bir də mahnını tapanda tam oxuyur. Harda yazılacaq ki? Mahnı orada yazılacaq. Buradan emojidir. Emojiler. Ben göstereceğim. O mahnının cümlesini siz Tamam, birinci düz tapsa, sen mikrofonu götürüp okumalı mahnını. Galip olun. Bizim qrupumuz Yox, full kələm deyilmi? Hə. Düz demişəm. Kələm deyil. Kələm deyil. Kim birisi tezgahlarına şeylerse okusun. Ama bir mahnı tapılması için 30 saniye vaxt verirəm. bir nefer buradan oluşuyor. 8 nefer de 6 nefer. Sen de ben varım. Sen mahlar mısın? Onlar yetti. Siz o da verin. Mən amma yaşlı Biraz bir deyil. sokakta aklımda seldi. Ayda. Çıkmaz bir sokakta. Ne? Bir də de görüm. Bir sokakta aklımda seldi. Çıxmaz bir sokaq. İndi hansı kanal yapıyor? Birinci burası olarak. Çətin sual idi. Əvvəlli düzəldi. İkinci. Ona ərə gedirəm. Ona ərə gedirəm. Bilirsiniz mi mahnını? Ata bağışla, ona ərə gedirəm. Əldə bir qədər şərab, sənin Badem şarapla dolu, sinem sualla dolu. Ne için yüzde açır, payız gelir, neyse olur. 3-0. 3-0. zirvədəki qartlar. Okuyun. Dağlarda duman gözəldir, qaşları kaman gözəldir, üstündə heç bir söz olmaz. Gözleri yaman gözler. Baxım gəl gör mən onu. Artık gün sonra azlıcı olsun. Tamam, elə. Dirək var orada. Biraz dediği diyeceğim sana. Biremde yüzüm gemin eyler, dilim yağmele söyler, tekime ne birce gelmese biremde. Orasını bilmirəm. Səni mənə verməzlər. 7 saniye. Biz de bakak de. Bak bir başa kalsın. Nuray baxaq biz də. Ay yüreğim. Qızdı, aydı qızdı, qara saçlı qızdı. Sonra da İsmaillər tapıb bəlkə onlarla. Son tamam oldu. Bak tamam oldu. bizə göstər. nə bilə ya. Bize gösterme. Ben tamam. Bir sözlerin hamısını başlasam. Ay. Sən bəyəxanın özün dedin axı onlara. O sayılmır. Sən elə bir... Saymadılar zaten. Bunlar vaxtımız tamamlandı bugünlük. Ümid edirəm xoş bir vaxt olması üçün. Növbəti görüşlə bağlı sizə ətraflı məlumat qrupda yazacaq. Bu qədər, çox sağ olun. Gəldik, çəkilək.
Yoldan kızıma alça aldım. Çok güzel bir günün de sonuna geldim. Bugün tanıdığım hanımların hiçbirini ben realdan tanımırdım. Başta Natəvan xanım olmaqla hər bir xanıma buradan da təşəkkürümü bildirirəm. Hamısı da artıq mənim izləyicimdilər. Hamısını öpürəm, bağrıma basıram. Yaxşı ki onları tanımışam. Növbəti vloglarda, növbəti videolarda, yeni paylaşımlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.